Uşaqlar, mən sizə tənliklər və tənlikləri necə həll etmək haqqında danışmaq istəyirəm. Tənlik nədir? Tənlik məhsul olan bərabərlikdir. Bax, gördüyünüz 2x bərabərdir 14 yazılışına fikir versək, bu tənlikdir. 2x bərabərdir 14. Bu nə üçün tənlikdir? Ona görə ki, burada məhsul bir naməlum, məlum olmayan ədəd var. Nədir o? X-dir. Yəni bunu biz əslində belə başa düşürük ki, 2 vurulsun x bərabər 14. Və özümüzə sual veririk, 2-ni nəyə vuranda 14 eləyər? Əlbəttə bunu hər bir şagird deyə bilər ki, müəllim 2-ni 7-yə vuranda 14 eləyər. Beləliklə x ədədi 7 olanda bu bərabərlik doğru bərabərlik olur. Ona görə də x bərabərdir 7 ədədi bu tənliyin nə idi? Həllidir. Yəni x bərabərdir 7 ədədi tənliyin həllidir. Bu x bərabərdir 7 ədədinə bu tənliyin həlli deyirlər. Bəzən tənliyin həlli yox, çox vaxt biz tənliyin kökü deyirik. Bu bir riyazi anlayışdır. Tənliyin həlli və ya tənliyin kökü. 5 ədədi bu tənliyin həlli deyil. Ona görə ki, 2-ni 5-ə vuranda doğru bərabərlik alınmır. 2-ni 5-ə vuranda 10 eləyir, amma burada 14. Yəni, belə deyək də, biz bunun məhiyyətini sizə izah edelim. Amma bəs x-i necə tapaq? Düzdür, siz beyninizdə özünüzdən asılı olmalaraq fikirləşmişsiniz ki, müəllim 2-ni 7-yə vuranda 14 edər, ona görə də bu tənliyin həlli x bərabərdir. Amma bunun tapılma qaydası belədir. Tapılma qaydası belədir. X-i tapmaq üçün biz bu 14-ü 2-yə bölürük. Yazırıq 14 bölünsün 2. 14-ü bölürük 2-yə. 14-ü bölürük 2-yə. 14-ü 2-yə bölən cavab olar necə? 7. Yəni bir nəticə olaraq biz belə bir metoddan istifadə edək. Bu 2 məlum vuruldu. X naməlum vurulduğuna məhsul oldu deyirlər. Vurmanın cavabına isə riyaziyyatda hasil deyirlər. Deməli, bu ifadədə gördüyümüz bu tənlik ifadəsində 2 məlum vuruldu, x məhsul vuruldu, 14 isə hasildir. Bir qayda olaraq biz yadda saxlamalıyıq ki, məhsul vurğu tapmaq üçün hasili məlum vurğa bölməliyik. Bunu bir qayda kimi öyrənməliyik. Məhsul vurğu tapmaq üçün hasili məlum vurğa bölməliyik. Yəni burada 14 yox 15 də olsaydı, biz indi də çətinlik çəkərdik ki, 2 nəyə vuranda 15 eləyər. Bunu hər şagird bu suala cavab verə bilməz. Bəs onda cavabı necə tapmalıydı? Məsələn, burada indi 14 deyil, tutaq ki 15-dir. 15. Biz bunu bayaqki yolla nə edə bilməzdik? Bayaq ki, yəni şifayı vurmaqla biraz savadlı şagird tapa bilər sözdür, amma qaydanı biləndən sonra ki, hər bir şagird tapa bilər. Yəni x-i tapmaq üçün burada indi biz 15-i nəyə bölməliyik? 15-i bölməliyik 2-yə. Cavab nə eləyər? Artıq siz natural ədədin əvvəlki dərslərimizdə mən yazmışam, video dərslərimizdə var ki, natural ədəd bölünməsi. Yəni 15-i 2-yə böləndə siz özünüz də bunu asanlıqla həll edib verərsiniz ki, 7 tam onda 5-ə bərabərdir. Deməli, onda bu tənliyin həlli neçə oldu? 7,5. Və ya kökü neçə oldu? 7,5. Bunlar nisbətən asan misallardır. Məsələn, 3x bərabərdir 21 tənliyi. Yəqin ki, bunu siz artıq həll edə bilərsiniz özünüz. Yenə də x-i tapmaq üçün 21-i 3-ə böləcək. 21-i 3-ə böləndə olacaq 7. Deməli, bu tənliyin də həlli 7-dir. Bax, fikir verin indi bu misala. Bu üçüncü misala. 2-də 1x bərabər 8. Tənliyi nətər həll edək? Artıq mən sizə qayda dedim. Qaydanı dedim sizə ki, məhsul vuruqdur. Bax, bu 2-də 1 məlum vuruqdur. X məhsul vuruqdur. 8 isə hasildir. Deməli, mən bu tənliyi həll etmək üçün, x-i tapmaq üçün, tənliyi həll etmək nə deməkdir? O x-in ondan məlum olmayan məhsul vuruğu tapmaq. Həmin o məhsul vuruğu tapmaq üçün biz 8-i nəyə bölməliyik? 2-də 1-ə bölməliyik. Bunu yazıram. 8 bölünsün 2-də 1. 8 bölünsün 2-də 1. 8-in də 2-də 1-ə bölünməsini yaqin siz bilirsiniz də, kəsrlər bəhsində biz 8-in 2-də 1-ə bölünmə qaydasını nə edirik bilirik. 2-də 1. İndi 8-i deməli 8-i 2-yə bölmək üçün də qaydası var da. Kəsrlərin bölünməsini artıq bilirsiniz. Tam ədədin kəsrlərdə bölünməsi. 8 qalır. Bölməni biz vurma ilə əvəz edirik. Yenə mən sizə izah edirəm, şərh edirəm. İkinci kəsir, yəni 2-də 1 kəsir tərsinə çevrilir, olur 1-də 2. Bunun da ki, həlli bildiyiniz kimi nəyə bərabərdir? 16-ya bərabərdir. Bərabərdir 16-ya. Beləliklə, bu tənliyin, yəni 2-də 1x bərabərdir. Bax, gördüyümüz bu tənliyin həlli
Nəyə bərabərdir? 16 ədədinə bərabər. İndi bu növbəti çalışmada yenə də fikir verək, bunu belə oxunur da. 12-də 1x, yəni 12-də 1 vurulsun x bərabərdir 6-da. 6-da 1. Yenə də biz x-i tapmaq istəyiriksə 6-da 1-i bölür nəyə? 12-də 1. Nə üçün? Çünki bu tənlikdə, bu misalda birinci məhsul vuruq x-dir. Yəni məlum vuruq 12-də 1-də, 6-da 1 də hasildir. X-i tapmaq üçün mən 6-da 1-i 12-də 1-ə bölürəm. Necə yuxarıdakı misallarda nə təhər əldə etdim, burada da həmin qaydada həll edirəm. Yəni yuxarıda hansı ideyadan istifadə edim? Hasili məlum vuruğa bölmə ideyasını istifadə edim. Burada da hasili 6-da 1 hasilini 12-də 1 məlum vuruğuna nə edirəm? Bölürəm. Bu bölmə əməliyyatını yerinə yetirirəm. Bunun üçün birinci kəsir olduğu kimi qalır. Artıq birinci kəsir, yəni 6-da 1 kəsirini olduğu kimi saxladım. Bölməni vurma ilə əvəz etdim. İkinci kəsiri, yəni 12-də 1 kəsirini tərsi olan kəsirlə əvəz etdim. 1-də 12. Bu da bərabərdir. 12 ilə 6 ixtisar gedir. Qalır 2. 2-ni 1-ə vuranda 2. Aşağıda da 1 olduğu üçün 1-də 2. Biz də bilirik ki, 1-də 2 2 deməkdir. Beləliklə biz tapdıq ki, bax bu tənliyin həlli 2-dir. Buradakı çalışmalar, yuxarıdakı çalışmalardan nə ilə fərqlənir? Yuxarıdakı çalışma yalnız görürsünüz ki, burada arada heç toplanma, çıxma, heç nə yoxdur. Sadəcə olaraq məhsulun onun tapılması ideyasından istifadə. Amma burada biz artıq yeni bir misalla rastlaşırıq. Düzdür, bu misal o qədər də çətin misal deyil. Birinci sinif şagirdləri belə tənliklər həll edirlər. X plus 6 bərabər 18. Yəni biz bunu belə fikirləşərdik ki, hansı ədədin üzərinə 6 gələn 18 eləyər? Bir qədər düşünən şagirdlər müəllim 12 ilə 6-nı toplayanda 18 eləyər də. Yəni bu tənliyin həlli 12-dir, şifahi. Amma bəs biz bunu indi gəlin həll olunma qaydasını öyrənək də daha bütün gələcək misallarda bir qədər ola bilsin 6 olmasın, kəsir olsun və ilə axır olsun. Onda uşaqlar şifahi toplayıb cavab tapa bilməzlər. Və beləliklə burada mən sizə bir metod demək istəyirəm. Bu yuxarıdakı misallarda bərabərliyin sol tərəfində hasil formasında olan, yəni vuruqlar formasında olan tənlikdir. Sağ tərəfdəki sadə formadır. Yəni sol tərəfdə də sadə formadır, sağ tərəfdə də sadə formadır. Sadə forma nə mənada? Yalnız vurma var. 3 x, 5 x, 2-də 1 x daha. Burada isə sol tərəfdə x plus 6 var. Yəni həm biri toplanan deyirlər buna. Birinci toplanan x-dir, ikinci toplanan 6-dır. Burada məhsullar, bir dənə məhsullar o da x-dir. Burada biz gəlin bu 6-nı buradan yox, necə etmək olar haqqında fikirləşək. Necə edək ki, bax, bərabərliyin sol tərəfində 6 qalmasın. Bunun üçün belə bir ideya var ki, bərabərliyin hər iki tərəfinə eyni bir ədəd əlavə etmək olar. Bərabərliyin hər tərəfindən eyni ədəd çıxmaq da olar. Bu ideyadan istifadə edəcək. Yəni, mən istəyirəmsə ki, əgər burada bu 6 itsin, 6 olmasın, onda mən bərabərliyi bu 6-nın yanına onun əksi olan bir 6-nı əlavə edirəm. 6-nın əksi nədir? Mənfi 6. Düz uşaqlar. Mənfi 6-nı əlavə edirəm. Deməli, mən sol tərəfə mənfi 6 əlavə elədim. Sağ tərəfə də həmin ədədi əlavə eləməliyəm ki, tarazlıq pozulmasın. Yəni, bərabərlik pozulmasın. Bərabərlik o vaxt pozulmur ki, bərabərliyin həm sağ tərəfinə, həm sol tərəfinə eyni ədəd əlavə edəsən. Necə ki, tərəzi görmüşsünüz də, tarazlıq vəziyyətində qalanda, hər iki tərəfə bir eyni çəki daşı qoyuruqsa, 1 kiloqram sağ tərəfə, 1 kiloqram sol tərəfə qoyursa, tarazlıq pozulmur. Və ya hər iki tərəfdən eyni çəki daşını götürürsə, 1 kiloqram götürürsə, tarazlıq pozulmur. Əgər tarazlıq vəziyyətindədirsə. Burada da bərabərlik onun tarazlıq vəziyyətində olması deməkdir. Mən indi buradan 6-nı yox etmək üçün bu 6-nı götürə də bilərdim, yəni çıxmaq olardı. Amma mən bunun üzərinə bunun mənfi 6-sını gəlirəm. Yəni əksin gəlirəm ki, nə olsun? Bu toplanan burada yox olsun. Əgər mənfi 6-nın üzərinə gəlirəmsə, sol tərəfə də mənfi 6 toplanan əlavə edirəm. Ondan sonra görün nə alınır. Bu əməliyyatı eləyəndən sonra, biz əməliyyatı yerinə həyata keçirəndən sonra, burada alırıq x bərabərdir. Bu 6 ilə mənfi 6-nı cəmi elədi 0, 0 toplanan yazılmır. Bərabərdir. Bu 18-in üzərinə mənfi 6 gələndə edir neçə? 13. Beləliklə biz elmi şəkildə başa düşdük ki, bunun həllini necə həll etmək? Yəni bunun həlli qaydası.
Bəzən bu metodu bilin, bəzən isə buna belə deyirlər, bəzən nətər deyirlər, bəzən belə deyirlər uşaqlar. İndi bəzi kitablarda bəzi müəlliflər, mən əslində bu ideya ilə razı deyirəm, bunu şagirdlər bir qədər gec anlayırlar ki, bəzi müəlliflər deyirlər ki, bu 6 bərabərliyin sol tərəfindədir, işarəsi müsbətdir, gəlin onu sağ tərəfə aparaq. Bu toplananı soldan sağa aparanda mütləq onun işarəsini dəyişmək lazımdır. Yəni belə, bu formada. Mən bunu bir qədər elmi forma hesab etmirəm, amma yenə sizə deyirəm ki, bəlkə bunu daha yaxşı başa düşərsiniz. Bu x düşür aşağı, 18 də düşür aşağı, 18 də düşür aşağı. 6 sol tərəfdə işarəsi müsbətdir, onu sağ tərəfə aparanda işarəsini dəyişirəm, edirəm mənfi. Yenə də 18-dən 6 çıxsan, x 12-yə bərabər. Yəni, belə bir qaydadan istifadə edirlər ki, məhsulları bir tərəfə yığırlar, məlumları bir tərəfə yığırlar, amma bu zaman sağdan sola, soldan sağa keçən məhsul öz işarəsini əksinə dəyişir. Sağdan sola keçibsə işarəsinin əksinə dəyişir, soldan da sağa keçib işarəsinin əksinə dəyişir. Sağdan sağa gəlibsə işarəsini dəyişmir. Beləliklə, mən sizə bu tənli həll etməyin, bu formalı tənlilər həll etməyin iki yolunu dedim. Həm sağdan sola toplananları aparmaqla işarə dəyişmə məsələsi, həm də əlavə etmə. Mən əlavə etmə metoduna daha üstünlük verirəm, çünki daha, mən belə bilirəm, elmi yol. Və bu misalların da hər birini o formada deyim. Məsələn, bu tənliyi həll etmək üçün bura nə əlavə edirəm? Nə əlavə edirəm, Əli? Onun əksini əlavə edirəm də. Əksi nədir? Üstə gəl, onun əksi, yəni nə? Mənfi 8 əlavə edirəm. Mənfi 8 də əlavə edəndən sonra nə qalır? Əgər sol tərəfə mənfi 8 əlavə etmişəmsə, onda gərək hansı tərəfə? Sağ tərəfə də, bax, sağ tərəfə də mənfi 8 əlavə edirəm. Yəni, hər iki tərəfə, bayaq qeyd elədim ki, hər iki tərəfə eyni ədəd əlavə etmək olar. Burada 8, müsbət 8 ilə mənfi 8 cəmi 0 olur. Ona görə də alırsan ki, nə? X bərabərdir. Bu sol tərəfdə x qalır. Burada 28 üstə mənfi 8 gələndə eləyir. Artıq sizə mən mənfi müsbətlə toplaması məsələn demişəm, 20 olur. Bu formada olan bütün misalları dediyim kimi bu qaydada həll edir. Məsələn, burada mənfi 4. Bu tənlikdə, bunları bildiniz də. İndi burada mənfi 4-dür. Mənfi 4-ün əksi nədir? Mənfi 4-ün əksi müsbət 4. Deməli, bunun üzrə 4 əlavə edirəm. Əgər bu sol tərəfə 4 əlavə etmişəmsə, sağ tərəfə də 4 əlavə edirəm. İndi burada yenə mənfi 4 ilə 4 oldu. X 6 üstə 4 elədi 10. Deməli, tənliyin halında x bərabərdir 10. Qatar bunu yazmıram. Bu mənfi 4 ilə 4 olur 0. Aşağı burada qalır x. X bərabərdir 6 üstə 4 10. Belə bu tənliyin həlli olur neçə? 10. Bunlar da həmən qaydadır. İndi burada iki tənlik yenə yuxarıdakı tənliklərə nisbətən bir qədər çətindir. Yenə də əvvəlcə bu sol tərəfdə olan toplananı yox edirəm. Yəni oradan kənarlaşdırıram. Etmək lazımdır ki, orada ancaq 2x yaransın. Bunun üçün üzərinə yenə qeyd elədim ki, onun həmin ədədin, yəni bu ədədin əksini əlavə edirəm. 4, bu tərəfə də 4 əlavə edirəm. Beləliklə nə alıram? Nə alıram uşaqlar? 2x alıram. Elədir, 2x qalır. Bərabərdir. 8 üstə 4 edir 12. Artıq bu tənlik yuxarıda belə tənliklər əldə etmişdiniz. Məhsul vurğu tapılması üçün bunu da davam etdirmək istəyiriksə, x tapmaq üçün bərabərliyin hər iki tərəfini 2-yə bölürəm, alıram 6. Həm 2x-i 2-yə bölürəm, həm 2-yə bölürəm, alıram. İndi mən belə hesab edirəm ki, artıq siz bu çalışmaları, məsələn, bu misal çalışmada, bu formada müstəqil özü həll edə bilərsiniz. İndi gələk, məsələn, nisbətən daha bir qədər çətin. Görünən, bax, məsələn, bu çalışma. Gördüyünüz kimi, burada məhsulların bir hissəsi sol tərəfdədir, bir hissəsi sağ tərəfdə. Bunu belə edəcəyim. Bu 6-nı buradan kənarlaşdırmaq üçün hər tərəfə bunun əksini əlavə edəcəm, mənfi 6-nı əlavə edəcəm. Bu tərəfə də mənfi 6 əlavə elədim, mənfi 6. Əlavə etdim, mənfi 6-nı. Mənfi 6-nı əlavə etdik bura. Mənfi 6-nı sol tərəfə də əlavə etdim, sağ tərəfə də.
Bu sağ tərəfdəki 2x olduğu üçün mən indi istəyirəm sağ tərəfdə x olmasın. Ancaq x-lər sol tərəfdə olsun. Ona görə bu 2x-in yanına onun əksini əlavə edirəm. 2x-in də əksi nədir? Mənfi 2x. Mənfi 2x-i də bura əlavə edirəm. Mənfi 2x əlavə edirəm. Mənfi 2x. Bax, bu 2x-in yanına mənfi 2x əlavə edirəm. Yəni, bərabərliyin sol tərəfinə mənfi 2x əlavə etdim. Gedib sağ tərəfinə də 2x əlavə edirəm. Mənfi 2x əlavə edirəm. Həm sağ tərəfə əlavə edirəm, həm də sol tərəfə əlavə edirəm. Nəyi? Həmin mənfi 2x-i. Mənfi 2x-i. Sonra həm sol tərəfdəki ifadələri sadələşdirəm, həm sağ tərəfdəki. Bax, bu 5x ilə mənfi x-in nəticəsi, yəni onların cəmi bilirsiniz ki, eləyir neçə x? 3x bərabərdir. Çünki burada mənfi 6 ilə müsbət 6 sıfıra çevrilir, onların nəticəsi. Burada 2x ilə mənfi 2x-in nəticəsi sıfıra çevrilir. Yəni, bunlar əks toplananlar olduğu üçün bunların cəmi sıfırdır. 42 üzərinə gəlir 9 eləyir. Neçə? 51. Onun üzərinə gəlirsə mənfi 6. Mənfi 6 gələndə neçə eləyir onlar? 51 üstdən mənfi 6 gələndə 51-dən 6 çıxıram da. 51-dən də 6 çıxanda eləyir 45. Artıq bu tənlik bizə məlum olan tənlikdir. X-i tapmaq üçün 45-i 3-ə bölürsünüz. 45-i bölürsünüz 3-ə. 45-i tam X bərabərdir. 45-i bölürsünüz 3-ə. Bərabərdir 15 ədədini alırsınız. Bax, bu dediyim qaydada mən belə başa düşürəm ki, siz bütün tənlikləri bu formada həll edə bilərsiniz. Növbəti çalışma gördüyünüz kimi mötərizəli tənliklərdir. Bu mötərizəli tənlikləri də həll etmək üçün birinci növbədə mötərizəni açmaq lazım. Bax, bu 3 mötərizənin bütün toplananlarına vurulur. Bütün toplananlarına vurulur. Nə alınır? 3-ü 2x, bax, bu 3-ü 2x-ə vururam, alır 6x. Plus 3-ü, bax, bu 3-ü vururam 6 edir 18. Artıq mötərizənin açılmasıdır bu. Üzərinə gəl 4x. 4x. Bərabərdir mənfi 12. Mənfi 12. İndi görürsünüz ki, sol tərəfdəki ifadə və sağ tərəfdəki ifadə. Mən bu sol tərəfdəki ifadəni biraz sadələşdirirəm. 6x, 4x. Bunun nəticəsi olur neçə x? Nəticəsi olur 10x. Elə deyil uşaqlar, 10x. Plus 18 qalır yerində bərabərdir mənfi 12. Mənfi 12. İndi bayaqki kimi bu 18-i buradan yox etmək üçün bura nə əlavə edirəm? Bunun əksi olan mənfi 18-i əlavə edirəm. Mənfi 18-i əlavə edirəm. Və sol tərəfə də onu əlavə etməliyəm. İşte yan. Mənfi 18. Beləliklə 18 ilə mənfi 18-in cəmi edir 0. Alırıq 10x bərabərdir. Bunların da cəmi edir mənfi 30. 10x bərabərdir mənfi 30. Oradan da x tapmaq üçün mənfi 30-u bölürəm 10-a eləyir 3. Belə indi tapırsan ki, x nəyə bərabərdir? Mənfi 3-ə bərabərdir. Bax, burada hər iki mötərizəni açılır yuxarıdakı qayda ilə. Yəni 2-ni x-ə vurursun, 6-ya vurursun, sonra 6-ni x-ə vurub 4-ə vurursun, plus 8 bərabərdir məsələn. Bax, 20. Mötərizəni açırıq, aşağıdakı mötərizəni açırıq. Yəni, mötərizəni açmaq üçün 2-ni x-ə 6-ya vururuq, 6-ni x-ə 4-ə vururuq. Mötərizəni açırıq. 2-ni vurdu x-ə 2x, 2-ni vurdu 6-ya, minus 12, 6-ni vurdum x-ə 6x, 6-ni vurdum 4, plus 8 bərabərdir 10x plus 8. Sol tərəfdəki bu ifadəni sadələşdirirəm. Və sağ tərəfdəki ifadə sadə formada, ona əl vurmuram. Birinci işim odur. Həm sol tərəfdəki ifadəni, həm də sağ tərəfdəki ifadəni sadələşdirirəm. Burada 2x ilə 6x eləyir 8x. Mənfi 12x ilə müsbət 24 gələndə eləyir 12. Deməli, beləliklə nə alırıq? Bunları sol tərəfi sadələşdirəndən sonra alırıq 8x plus 12. Bildiniz hardan gəldi? Bir də izah edirəm. 2x ilə 6x elədi 8x. Mənfi 12 ilə 24 gələndə eləyir müsbət 12. Bərabərdir. Sağ tərəfdəki ifadələr olduğu kimi qalır 10x plus 8. İndi burada bunun üzərində mənfi 12 əlavə edirəm. Mənfi 12 əlavə edirəm. Deməli, sol tərəfə də onu əlavə eləməliyəm.
Sol tarafa da əlavə eləməliyəm. Əlavə etdim. Burada 10x olduğu üçün hər iki tərəfə, yenə həm sağ tərəfə, həm sol tərəfə də 10x-in əksini əlavə edirəm. Bax, sağ tərəfdəkinin əksini ki, burada baxın. Bax, burada əlavə edirəm. Üstə gəl, mötərizdə mənfi 10x. Deməli, sağ tərəfə də əlavə edirəm. Sağ tərəfə də əlavə edirəm. Harada gəldi, yer görürəm. Mənfi 10x. 10x. İndi baxaq. Bu 12 mənfi 12. Bildiyimiz kimi bu oldu 0. 8x üstə gəl mənfi 10x. Bu eləyəcək mənfi 2x. Mənfi 2x. Mənfi 2x bərabərdir. Bərabərdir. Burada 10x, bu da mənfi x. Bunlar əks ifadələr olduğu üçün islah olundu. Yəni bunun qaldı 0x. 0x ilə 0 deməli yazılır. Plus 8 plus mənfi 12. Bunu da cavab bilir mənfi 4. Belə 2x bərabərdir. Mənfi 4 təmin alırıq ki, buradan da x-i tapmaq üçün nə edirik? Hər tərəfi mənfi 2-yə bölüb x bərabərdir 2 ədədini alırıq. Beləliklə tənliyin kökü olur 2. Diqqətinizə görə sağ olun. Mən arzu edirəm ki, bunu bir neçə dəfə dinləyəsiniz. Dinləyəndən sonra çalışmaları özünüz sərbəst şəkildə həll edəsiniz. Onda siz nəsə öyrənmiş olarsınız. Sağ olun.